Azərbaycanlı gənc alim aerokosmik tədqiqatlar üzrə beynəlxalq reytinqdə 3-cü yerə layiq görülüb. Azərbaycanlı gənc alim Sona Quliyeva aerokosmik tədqiqatlar üzrə nüfuzlu beynəlxalq Top 100 Women in Aerospace and Aviation 2025 reytinqində 3-cü yerə layiq görülüb. O, dünya üzrə 200-dən artıq namizəd arasından seçilərək aerokosmik və aviasiya sahəsində fəaliyyət göstərən tanınmış qadın mütəxəssislər sırasında yer alıb. Azərbaycanlı mütəxəssisin Top 100 Women in Aerospace and Aviation 2025 reytinqində ilk üçlükdə yer alması ölkənin aerokosmik tədqiqatlar, elm, innovasiya və yüksək texnologiyalar sahəsində artan nüfuzunu və potensialını, eləcə də Azərbaycanlı alimlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisi kimi qiymətləndirilir.